ən pisi mən biabır olacağam. Mən biabır olmağı gözə alıram və çıxış edirəm. Doğru? Siz deyirsiniz ki, elə eləyək. Siz niyə biabır olmaq barədə düşünürsünüz? Nə baş verə bilər ki, siz biabır ola Ən bilərsiniz? pisi deyirik biz, ona görə deyirəm. Bəli, bəli. Ha, Biabır olmaq sizin üçün nəyi ifadə edir? biabır olmaq mənim üçün nə ifadə edir? Bax, siz indi bu dəqiqə mənə seans edirsiniz. Belə bir gözəl xanımın biabır olacağına mən ehtimal vermirəm. Ancaq sizin dediyinizdən yola çıxaraq dedim. Doğru. Çünki mən əslində uşaq vaxtı çox məktəb vaxtı demək olar ki, bütün səhnələrdə çıxış eləmişəm. Yəni kim hara nəyə çağırırdısa, mən orada var idim tədbirlərimizdə, məktəb tədbirlərimizdə əlbəttə ki. Mən orada qorxurdum, ayaqlarım əsirdi, amma mən orada iştirak elirdim. Heç kəs mənim qorxumu görmürdü, hər kəs alqışlayırdı məni. bəli. Mən səhnədən düşəndən sonra nəfəs alırdım. Səhnədə mən ümumiyyətlə nəfəs ala bilmirdim. Amma mən belə bir qorxum vardı. Siz dediniz, indi mən 6-cı sinifdə akt zal bu dəqiqə gözümün qarşısına gəldi. Bizim direktorumuz orada oturmuşdu. Halbuki direktoru biz çox da elə də görmürdük. Direktorumuz orada oturmuşdu. Müəllimə bizə deyirdi, elə eləyin ki, biz biabır olmayaq. Əslində mənim deyilmiş o. Bəli. Bəzən biz elə bilirik ki, bizim fikirlərimiz bizim özümüzə aiddir. Çox gözəl bir sual buradan çıxır sizinlə olan dialoqdan ki, özünüzə belə bir sual yönləndirə bilərsiniz. Təbii ki, bu birdən-birə gəlməyəcək və bu normaldır. Bu bizim çaşamazlığımız deyil, insanlıq tam normaldır. Belə bir sual məsələn ki, bu his, bu fikir kimə aiddir? Mənəmi aiddir? Bu sual çox gözəl bir açar ola bilər. Həmin nöqtəyə gəlib çatmağa. Görürsüz, siz özünüzdə aşkarladınız. İndi mən çünki mən həmişə səhnələrdə iştirak eləmişəm. Çox insan qarşısına həmişə çıxmışam. Qorxsam belə çıxmışam. İndi siz deyirsiniz müəlliməmin sözünü bax mən xatırladım ki, bu əslində mənim deyilmiş. Bəli. Yaxşı, bu məndə necə oturub? Mən o an hiss yaşamışam oturub, yoxsa müəlliməmi sevdiyim üçün oturub, yoxsa müəlliməm bunu çox deyib deyənə məndə oturub. O necə olur? O mənim aid olmayan hiss məndə qalması. Sizə aid olmayan hissin sizdə qalması, baxın, müəllim dediniz, müəllimlərimiz, valideynlərimiz, ümumiyyətlə bizim belə deyək də öyrəndiyimiz, həyatı olsun, dərsləri olsun, bizim öyrətmənlərimiz, belə deyək, həyat öyrətmənlərimiz. Onlar bizim gözümüzə kimdirlər? Onlar bizim gözümüzə flaqmandılar, bir üst səviyyə insanlarlar. Biz onları sevirik, biz onların fikirlərinə dəyər veririk. Hardasa müəyyən mənada özümüzdən üstün hesab edirik onları, təbii ki. Hələ də biz əgər uşaq yaşdayıqsa, dolayısıyla bizim həyat təcrübəmiz hələ çox limitlidir. Bəli, bütün bunları nəzərə alaraq həmin yaşdakı bir Aytən xanım əlbəttə ki, müəlliməsinin, onun öndərinin sözünü özünə bir baz alacaqdır. Ancaq nə gözəl ki, siz həmin sözü özü nə qədər sizə təlqin olunmuş olsa belə, artıq araşdırmaq lazımdır. Müəllim ona niyə deyib, seans olmasın deyə ora enməyəcəm. Ancaq əlbəttə ki, siz bundan motivasiya kimi özünüzə istifadə eləmisiniz. Nəticə olaraq da bugün biz sizlə üzbəüz bu söhbəti eləyirik. Siz yeri gələndə həm ön plandasınız, həm uğurlu bir xanımsınız. Bütün bunlar bayaq mənim başda dediyim məsələnin üstündən gəlir çıxır ki, bəli, bizim qorxularımızı yenməyin, əlbəttə bunu hamıya aid eləmək olmaz. Orada alt faktorlar var. Oralara getmirəm. Söhbətimiz dərinləşəcək yoxsa, ancaq mümkün qədər güclü xarakter xüsusilə də varsa, biz onun üzərinə getməklə ancaq onu çox böyük faizlə həll eləyə bilərik. Başa düşəcək ki, əslində qorxmalı heç nə yox idi.